Buraxılışımız davam edir. Bakıda 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk Dünyası həftəsi başlayıb. Tədbirin açılış mərasimində Prezident İlham Əliyevin iştirakçılara müraciəti səsləndirilib. 1-ci Türkoloji Qurultayın ideyalarının bugün də yaşadıldığı diqqətə çatdırılıb. Türk Dünyası həftəsinin əsas tədbiri Heydər Əliyev mərkəzində 1-ci Türkoloji Qurultay 100 ilin elmi və mədəni irsi mövzusunda keçirilən Beynəlxalq Konqresin rəsmi açılış mərasimi oldu. Tədbirdə Türk Respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 126 türkoloq alim, eləcə də Türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edirdi. Əvvəlcə Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk Dünyası həftəsinin iştirakçılarına müraciəti səsləndirildi. Açılış mərasimində həmçinin Türkiyə, Qazaxıstan, Qırğızstan və Özbəkistan prezidentlərinin konqres iştirakçılarına müraciətləri də təqdim edildi. Tədbirdə çıxış edən Mədəniyyət Naziri Adil Kərimli Azərbaycanın 1-ci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşdığını vurğuladı. 1-ci Türkoloji Qurultayın ideyalarının Türk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulandı. Əlbəttə ki, bu qurultay çox böyük bir əhəmiyyət daşıyır. Türk dünyasının birliyi üçün, Türk dünyasının vəhdəti və gələcəyi naminə, ədəbi əlaqələrin inkişafı, bədəni əlaqələrin inkişafı naminə bugün böyük addımlar atılır. Tədbirin bədii hissəsində Türk dünyasının tanınmış incəsənət ustaları və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim edildi. Süni intellekt texnologiyası əsasında hazırlanan Ailəmiz Türk Dünyası qısa metrajlı filmdə nümayiş olundu. Beynəlxalq Konqres öz işini plenar iclas və plenar sessiyalarla davam etdirdi. 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk Dünyası həftəsi iyulun 3-nədək davam edəcək. Vüsalə Məmməzzadə, Çingiz Qəniyev, Kamran İsayev, ASTV Xəbər.